Yezekel 35-ci fəsil. Edomun əleyhinə peyğəmbərlik. Mənə Rəbbim bu sözü nazil oldu. Ey bəşər oğlu, üzünü Seyir dağına çevir və onun əleyhinə peyğəmbərlik eləyib söylə ki, Xudavənd Rəbb belə deyir. Ey Seyir dağı, mən sənin əleyhinəyəm. Mən əlimi sənə qarşı uzadacaq, səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm. Şəhərlərini viran eləyəcəyəm və sən xarabalığa çevriləcəksən. Onda biləcəksən ki, Rəbb mənəm. Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim eləmisən. Buna görə də Xudavənd Rəbb bəyan eləyir. Varlığıma and olsun ki, səni qana bulaşdıracağam. Qan səni izləyəcək. Qan tökməkdən imtina eləmədiyinə görə qan səni izləyəcək. Mən Seyir dağına sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Ora gedib gələnin ayağını keçəcəyəm. Dağlarını ölülərlə dolduracağam. Qılıncdan keçirilənlər sənin təpələrində, dərələrində, vadilərində yıxılıb həlak olacaq. Səni əbədi olaraq xarabalığa çevirəcəyəm. Şəhərlərində heç kəs yaşamayacaq. Onda biləcəksən ki, Rəbb mənəm. Sən belə söylədin. Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq. Onları özümə mülk eləyəcəyəm. Buna görə də Xudavənd Rəbb belə bəyan eləyir. Varlığıma and olsun ki, xalqıma kim bəslədiyinə görə, onlarla necə qəzəb və qısqanclıqla rəftar elədinsə, mən də səndən elə rəftar eləyəcəyəm. Səni mühakimə elədiyim zaman onlara da özümü göstərəcəyəm. O zaman biləcəksən ki, mən Rəbb, İsrail dağlarına qarşı söylədiyin təhqirlərin hamısını eşitmişəm. Sən belə demişdin, yerlə yeksan oldular, yeyilmək üçün bizə verildilər. Ağzınızla mənə qarşı qürurla danışdınız, mənim əleyhimə hörmətsiz sözlər dediniz, mən Rəbb də bunları eşitdim. Xudavənd Rəbb belə deyir, bütün yer üzü sevindiyi halda mən səni viran eləyəcəyəm. İsrail xalqının irsi yerlə yeksan olanda sən necə sevindinsə, mən də səndən elə rəftar eləyəcəyəm. Ey Seyir dağı, viran olacaqsan. Bütün Edom da viran olacaq. Onda biləcəklər ki, Rəbb mənəm.